Davam edirik. Son illər doğulan uşaqlar arasında oğlanların sayı daha çoxdur. Bu haqda statistik rəqəmlər açıqlanıb. Bəs bu tendensiya gələcəkdə hansı problemlər yarada bilər? Vüsallah Xanməmməd qızı bu haqda kiçik araşdırma aparıb və bunun səbəblərini üzə çıxarmağa çalışıb. Azərbaycanda oğlan uşaqlarının sayı artıb. Statistikaya görə bugün ölkədə 12 oğlana 5 qız düşür. Bu isə gələcəkdə müxtəlif demoqrafik problemlərin yaranmasına səbəb ola bilər. Normada 106 oğlana 100 qız uşağı doğulmalıdır, amma son illər bu norma pozulub. Statistikaya görə ötən ildə olan uşaqların 53,6% oğlan, 46,4% isə qız olub. Bu statistikanın yaranmasının əsas səbəbi kimi uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması göstərilir. Reproduktiv sağlamlığın qorunması haqqında qanuna əlavə edilən müddəa ciddi göstəriş olmadığı halda ultrasəs müayinəsi aparılmasını qadağan edir. Amma bu qadağaya bir sıra klinikalarda məhəl qoyulmur. Sosiolog Rəşad Əskərovun fikrincə, yeni doğulan uşaqlar arasında gender disbalansının yaranması ciddi demoqrafik problemlərə gətirib çıxara bilər. Hardasa 10-15 ildən sonra biz bunun əks göstəriciləri ilə rastlaşacağıq. Yəni Azərbaycanda olan oğlanlar bu arada evlənmək üçün, nicaha girmək üçün özlərinə münasib olan qız uşaqlarını tapa bilməyəcəklər. Onda beynəlxalq nikahlara üstünlük veriləcək. Türkiyədən, İran və yaxud da ki, Rusiyadan, Avropa ölkələrindən nicaha girməli olacaqlar. Bu Azərbaycan əhalisinin həm genofondunun dəyişilməsinə gələcəkdə səbəb ola bilər, həm də millətin o milli xüsusiyyətlərinin müəyyən qədər degradasiya uğramasına gətirib çıxara bilər. Görünən odur ki, bu vəziyyətin qarşısı təcili alınmazsa, gələcəkdə cəmiyyətdə yaranacaq problemləri həll etmək mümkün olmayacaq.